Yönləndirmə video mühüm və onu istəyirəm. Videonu may ayında çəkmişik. Hal-hazırda oktyabr ayıdır. Biz 2 dənə köklənmə üsulu ilə budaq bərkitmişdik. İndi yoxlayaq görüm həmin budaqlarımız kök almış, yoxsa kök almamış. Köklənməyə çalışdığımız budaqlarımız hər ikisini ağacdan qayçı vasitəsilə qopardıq. Bu müddət ərzində üzərində çiçək əmələ gəlmiş, hətta meyvə də yetişmişdir. İndi bunun yoxlayaq görüm köklənmişmi? Aylar ərzində bunun köklənməsi lazımdır. İndi görək ağacımız köklənmiş. Baxın. Yeni kök saçaqları əmələ gəlmişdi və bunu biz digərini də yoxlayaq görüm. Digərində də köklənmə baş vermişdimi? Baxın, digərində də köklənmə var. Hər iki budağımız artıq yetişkin bir limon sayılır. Bunu çox da ölçüsü böyük olmayan ölçülü bir əkrik hələ balaca olduğundan o qabını doldurmalıdır. Böyük qaba əkdikdə onun inkişafı ləng olur. Ancaq biraz ölçüsü əksəniz sizin gözəl limonlarınız olacaq. Hal-hazırda belə 6 dilmiş qaba əkirik. Qabımızı torpaqla dolduraq. Yəni ilk etapda xüsusi bir torpağa ehtiyac yoxdur. Yumşaq torpaq olmağı yetərlidir. Çünki köklərimiz balacadır. Hələ güclü torpaq onun köklərini yandıra bilər. Digər limonumuzu da eyni qayda ilə qabına əkirik.
əkdiyimiz limonları sulayar. Bax, bu da bizim 2 yetişkin limonumuz. Hər ikisinin üzərində limon var. Bu limonumuzun limonlar ağırlıq elədiyindən əsas limon kəsilir, daha çox kök əmələ gətirsin. Ancaq mən daha limon yetişdiyindən məhv olmasını istəmirəm. Qoy üzərindən. Amma siz əgər limonun daha tez köklənməyini, daha tez böyüməyini istəsəz, üzərində əmələ gəlmiş limonu kəsib götürə bilərsiniz. Hətta bu biri limonumun budağı çox uzun olduğundan mən buradan bunu kəsib limonu eninə budaq versin. İnkişafı daha tez olsun. Bu mənim hamısı eyni üsulla çoxaltdığım limonlarımdır. Bu da King Konumdur. 2 dəfədir bara girir. İnşallah yazda bundan da eyni üsulla King Konum əmələ gətirəcək. Siz də bu üsuldan istifadə edərək limon, King Kon, portağal, mandalin, alça və gəbəqlarında bu üsulla çox yaxşı olur. Onlardan istifadə edə bilərsiniz. Bugünlük bu qədər. Yeni videolarımızda görüşənədək.